Bax, diplomatın bir cəhəti də ondan ibarətdir ki, seçim etməməlidir. Əgər səni harasa göndərirlərsə, deməli sən gərək gedib ora xidmət etməlisən. İş orasındadır ki, həqiqətən orada müharibə gedirdi. İndi həqiqət də, digər həqiqət də ondan ibarətdir ki, mən cavan idim. Ola bilsin ki, bir çox məsələləri o qədər də dərin dərk etmirdim. Romantika dalıcan ola bilsin ki, getmək istəyirdim, istəyim var idi. Və orada həqiqətən deməli müharibə gedirdi, vətəndaş müharibəsi gedirdi. Şimalla cənub arasında da müəyyən toqquşmalar var idi. Sərhəddə müəyyən deməli münaqişələr baş verirdi və s. və bizim də işimiz olduqca mürəkkəb idi. Və mənim seçimim belə deyək, ola bilsin ki, məni göndərən dairələrlə üst-üstə bəlkə də düşmürdü. Amma mən ora getməli idim, çünki məni göndərmişdilər və göndərən deməli müəssisələr başa düşürdü ki, və mən də başa düşürdüm ki, imtina etmək tamamilə düzgün olmalıdır. Bildiyim qədər bir dəfə konsulluğa hücum ediləcəyi barədə xəbərdarlıq almışdınız. Hətta sizə Kalaşnikovla müdafiə olunmaq tapşırılmışdı. Bu hadisə necə baş verdi? Çox maraqlı sualdır həqiqətən. Deməli, belə bir xəbər gəldi ki, axşamüstü konsulluğun deməli önündə bir miting olacaq və çox güman ki, orada təxribatlar baş verəcək və konsulluğa müdaxilə etmək istəyi olan qüvvələr də var orada. Allah Allah. Və deməli bizi deməli baş konsul müavini dəvət elədi bir otağa. Dedi ki, bax burada bu yeşiklərdə Kalaşnikov avtomatları var. Açdı yeşiyi, orada 2-3 avtomat var idi cəmi, köhnə avtomatlar idi. Əgər belə bir hadisə baş versə, siz özünüzü müdafiə edin. Çünki başqa burada çıxış yolu yoxdur. İndi mən bir-iki sual da verdim. Dedim, axı biz diplomatıq, biz özümüzü müdafiə etməyə, bizim o qədər də bəlkə də hüququmuz yoxdur, bizi qorumalıdırlar. Dedilər ki, heç kəs sizi qorumaq fikrində deyil. Burada yerli ənənələr belədir ki, sizi qorumağa heç kəs deməli düşünürəm deməli fikirləşmir heç. Mən dedim ki, mən axı ata bilmirəm Kalaşnikovdan, istifadə etməmişəm. Dedi ki, əgər sənin həyatına bir təhlükə yaratsa, düşünürəm ki, snayper kimi atacaqsan. Belə bir epizod oldu. O zaman xaricə, səfirlik və ya konsulluğa işə göndərilənlər, xüsusən də Azərbaycandan olanlar Dövlət Təhlükəsizlik Komitəsinin ciddi nəzarəti altında olurdu. Siz necə özünüz üzərində belə kontrol hiss edirdinizmi? Elə məqamlar olub ki, sizə irad bildiriblər? Həqiqətən, deməli, həmin o komitə nəzarət edirdi və orada yoxlamalar gedirdi. Ora, deməli, getməmişdən əvvəl o səfər ərəfəsində mən heç də şübhə etmirəm və bunu heç gizlətmirdilər. Digər tərəfdən, həmin onların nümayəndələri işləyirdi, konsulluqlarda da işləyirdi, səfirliklərdə də işləyirdi, indi də bütün ölkələrdə də işləyir, o da sir deyil. Amma hər bir sahənin nümayəndəsinin öz funksiyaları var, öz vəzifələri var. Yəni, nəzarət deyəndə onlar bizə nəzarət edə bilməzdilər, çünki onların əsas orada funksiyaları, deməli, orada material, məlumat, informasiya toplamaq idi. Və bu məlumatı onlar müxtəlif mənbələrdən istifadə edərək toplayırdı. Biz diplomatlar kimi ancaq açıq mənbələrdən istifadə edirdik. Amma mən şəxsən onların belə bir diktəsi ilə, nəzarəti ilə üzləşməmişəm. Sadəcə olaraq bəzilərlə hətta yaxın münasibətdə olmuşuq, amma hər birimiz öz vəzifəmizi yerinə yetirirdik. 10 ilə yaxın Xarici İşlər Nazirliyində idarə rəisi çalışmısınız. Bildiyimə görə Kubanın Xarici İşlər Naziri Azərbaycanda olub. Onu buradan İran sərhədinə siz müşayiət etmisiniz. O səfərlə bağlı maraqlı söhbətlər gəzir. Hansı epizodlar yadınızdadır? Bu hardasa 70-ci illərin axırı, 80-ci illərin əvvəli idi. İranla İraq arasında
gərgin müharibə gedirdi, qanlı müharibə gedirdi. Və Kuba qoşulmama hərəkətin sədri idi. Və Fidel Castro həmin o naziri Bakıya göndərdi ki, sən oradan keçirsən İrana və vasitəçi kimi mənim adımdan orada iştirak edirsən danışıqlarda, müəyyən təkliflər irəli sürürsən. O bura gələndə bizə tapşırıldı ki, biz onu müşahidə edək. Biz getdik onunla Astaraya. Deməli, onu müşahidə edən 3 Kubalı idi, 2 cangüdən və 1 köməkçi. Elə qonaq evində qaldıq Astara şəhərində, Azərbaycan Astarasında. Gecəykən hardasa səhərə yaxın, deməli bu qonaq evinin işçisi gəldi, bizim qapımızı döydü, dedi ki, çox force-major bir vəziyyət yaranıb. Dedim, nə olub? Həmin o can güdənlər gecə yatmayıb. Dedim, bəs nə edib? Dedilər ki, bilyard oynayıb, biraz da içkili vəziyyətdə səhərə yaxın getdilər yatmağa. İndi mən bilmirəm, onlar duracaqlar, durmayacaqlar. Biz də bunu nəzərə alaraq çıxdıq. Mənim bir həmkarım var idi, o da məndən idi. Dedim, gedək Bakıya məlumat verək, çünki sonra məsuliyyət bizim boynumuza düşəcək. Biz gərək gedək. Çıxan kimi gördük ki, elə nazirin deməli qapısının, podyezdin yanında 3 nəfər kostyumlu, qaustuklu, saqqalları qırxılmış vəziyyətdə dayanıblar. Sanki bunlar 2 gecə yatıblar. Mən orada fikirləşdim, dedim ki, nazirin taleyi çox etibarlı əllərdədir, əgər onun belə qoruyucuları varsa. Sonra getdik, deməli, o vaxt Qırmızı Körpü vasitəsilə İrana getmək olardı. Axşamlar bağlanırdı sərhəd, səhər açılırdı və Azərbaycan Astarasından İran Astarasına həmin o Qırmızı Körpü vasitəsilə deməli, biz keçməli idik. Biz onu müşahidə etdik. Onun adı Malmiyerka idi. İndiyənə qədər onun adı da yadımda qalıb. Onu müşahidə etdik. Gəldik, deməli, Qırmızı Körpüyə, İran sərhədçilərlə görüşdük. Onlar arxasınca, deməli, inqilabçı keşikçilər də dayanmışdı avtomatlarla. Malmiyerka və onu müşahidə edən adamlar keçdi. Biz keçmək istəyəndə avtomatlar qalxdı və bizi nişan götürdülər. Mən dedim, Allah, talihim bu Qırmızı Körpüyə qədər imiş, görünür. Bundan sonra nə baş verəcək bilmirəm. Çünki deməli, yadımda orada belə digər hadisələr də baş vermişdi. Həmin o dövrdə inqilabdan sonra deməli, İran tələbələri və keşikçilər də idi, inqilabçılar idi. Amerika səfirliyini zəbt etmişdilər. Və 440 gün o Amerika diplomatları girov saxlamışdılar. İndi mən də fikirləşdim, ya bizi öldürəcəklər, ya girov götürəcəklər, ya nəsə başqa bir şey olacaq. Amma Allah'a şükür, deməli, hər şey... Yəni, o ehtimal var idi. Bəli, bəli. Yəni, faktik olaraq onlar bizi nişan götürmüşdülər, özü də yaxından. Və bu o demək idi ki, siz bura girmirsiniz. Siz gedirsiniz, qayıdırsınız və gözləyirsiniz, nazir qaydanda onu qarşılayıb, sonra qaytarırsınız Bakıya.